Aras Talks-a baxırsınız. Bildiyiniz kimi podkastımızda pərakəndə ticarət sektorunun müxtəlif istiqamətlərindən danışırıq və əlbəttə ki, qida məhsullarının satışı ilə məşğul olan pərakəndə ticarət şəbəkələrindən danışırıqsa, burada qida təhlükəsizliyi mövzusu çox həssas, çox kritik mövzudur. Çünki birbaşa insan sağlamlığı və insan həyatı ilə bağlı bir məsələdir. Odur ki, bu dəfə Aras Talks-da məhz bu məsələni müzakirə edəcəyik və qonağımız var. 25 illik peşəkar təcrübəyə malik, bu sahə üzrə ekspert, Aras Supermarketlər şəbəkəsinin keyfiyyət və qida təhlükəsizliyi idarə edilməsi departamentinin müdiri Şəhla xanım Yusifzadə bizimlədir. Şəhla xanım, xoş gəlmisiniz, xoş gördük sizi. İlk öncə təşəkkür edirəm sizə, Asil xanım, dəvətiniz üçün və hər birimiz üçün çox önəmli bir məsələyə yer ayırdığınız üçün də ayrıca minnətdaram sizə. Mən təşəkkür edirəm Şəhla xanım. Mən qeyd elədim, bu sahə insan sağlamlığı üçün, insan həyatı üçün çox vacib sahədir və birbaşa bağlıdır və qida məhsullarının satışını həyata keçirən pərakəndə ticarət subyektləri üçün də ona görə önəmli bir mövzudur. İstəyirəm ilk olaraq biz bundan başlayaq ki, nədir qida təhlükəsizliyi və nə üçün bu qədər əhəmiyyətlidir? Çox vaxt görünməyən bir sahədir, amma əslində hər gün milyonlarla insanın həyatına toxunan mürəkkəb bir ekosistemdir. Pərakəndə sektorun daxilində isə bu qida təhlükəsizliyi artıq bir nəzarət funksiyası deyil, strateji idarə etmədir. Mən əslində bu gün sistemdən danışmaq istəyirəm. Çünki bir sistem varsa, o işləyirsə, heç bir qəhrəmanlığa ehtiyac yoxdur. Əgər sistem yoxdursa və o işləmirsə, burada artıq köməyimizə qəhrəmanlıq da gəlməyəcək və bu çox önəmli məsələdir. O ki, qaldı sizin sualınıza, qida təhlükəsizliyi nəyə deyilir? Qida təhlükəsizliyi qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı onların insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edəcək bir vəziyyətdir. Yəni sizin qeyd etdiyiniz kimi qida təhlükəsizliyi bir sağlamlıq məsələsidir. Bu tanım, bu tərif qanunvericiliyin qida təhlükəsizliyinə verdiyi bir tərifdir. Əgər mənim şəxsi subyektiv fikrimi öyrənmək istəyirsinizsə, qida təhlükəsizliyi mənim fikrimcə risklərin sistemli şəkildə idarə olunması və məsuliyyət mədəniyyətidir. Yəni bu mənim üçün belədir. Bir də bunun biznes tərəfindən bir yanaşması var. Biznes baxımından yanaşsaq isə bu həm də etibar kapitalıdır. Yəni bütün şəbəkələrin ən böyük aktivlərindən biri istehlakçı güvənidir. Mən bunu bu cür dəyərləndirirəm. Bu güvən yalnız gözəl interyerlə, geniş assortiment və məhsulların seçimi ilə formalaşmır. Əslində sistemlə formalaşır və mən düşünürəm ki, istehlakçı mağazaya daxil olduğu zaman o məhsulu yox, güvəni alır. Və bu güvən bir dəfə sarsıldısa, zədələndisə, onu bərpa etmək illərlə zamanımızı ala bilər. Bir də bunun beynəlxalq anlamda tanımı var. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı qida təhlükəsizliyini qlobal ictimai sağlamlıq prioriteti kimi müəyyən edir. Mən isə bunu praktiki bu cür izah eləyə bilərəm ki, qida təhlükəsizliyi sistemi olmayan, qida təhlükəsizliyi təminatı olmayan heç bir pərakəndə biznesi uzun müddətli və davamlı ola bilməz. Bax, qeyd elədiniz ki, bu bir zəncirdir və bu bir mədəniyyətdir. Zəncir başlayır istehsalatda və bitir süfrədə və pərakəndə ticarət subyektləri, iri ticarət subyektləri, Aras kimi iri supermarketlər şəbəkələri də bu zəncirin həlqələrindən biridir. Nə qədər önəmli həlqədir və nə qədər rol oynayır qida təhlükəsizliyinin təminatında və ya oynamalıdır? Pərakəndə sektoru qida zəncirinin son və ən kritik halqasıdır. Çünki istehlakçı müştərimiz məhsulu istehsalçıdan almır. Yəni mağazadan alır və birbaşa müştəri ilə, istehlakçı ilə təmasda olan bizik. Bu səbəbdən də yəni məsuliyyətimiz burada artıq kulminasiya nöqtəsinə çatır. Məsələn, Aras supermarketlər kimi böyük ticarət şəbəkələrinin çox böyük riskləri var bu sahədə və biz yalnız məhsulu qəbul etmirik. Məhsul rəfə gələnə qədər onun arxasında böyük bir komandanın çox funksiyalı, çox şaxəli və mürəkkəb bir prosesləri dayanır. İlk öncə hər şey tədarükçünün seçimindən başlayır. Ya bu elə də bir asan deyil. Aras supermarket şəbəkələr, ticarət şəbəkələrinin yüzlərlə
tədarükçüsü olur və bunların içərisində həm yerli istehsalçılar, eyni zamanda bilirsiniz ki, müxtəlif ölkələrdən ixal etdiyimiz məhsullar da var ki, bunlar artıq xarici ticarət subyektləridir və bizim xaricdə fəaliyyət göstərən partnyorlarımızdır ki, onların audit olunması, ilk öncə hər şey yəni bundan başlayır. Daha sonra risklərimizdən biri məhsulların logistikası və soyuq zəncirin qorunma Yəni birinci məsələləri. mərhələdə aydınlaşdırılır ki, yoxlanılır ki, tədarükçü nə qədər etibarlıdır və tədarükçüdən alacağımız məhsul nə qədər təhlükəsiz məhsul olacaq. Bəli, bunun üçün də mütləq şəkildə həmin tədarükçülərimizin auditindən başlayır hər şey. Sözsüz ki, burada da bizim bir özümüzün qurduğu bir sistem var, çek-listlərimiz var, dəyərləndirmə meyarlarımız var ki, onlar da qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyin, eyni zamanda beynəlxalq standartların bütün tələblərini özündə ehtiva edən bir sənədlərdir. Bunun əsasında biz həmin müəssisələrdə auditlər aparırıq, dəyərləndirməyə aparırıq və uyğun bildiyimiz tədarükçülərlə yolumuzu davam elətdiririk. Yəni belə başa düşürəm ki, heç bir qanunsuz fəaliyyət göstərən istehsalçı ilə, tədarükçü ilə əməkdaşlıq olunmur. Birmənalı şəkildə. İlk mərhələdə onlar artıq sıradan çıxmış olur. Bəli. Sonrakı etapda artıq sağlam infrastrukturu, sağlam sanitar-texniki vəziyyəti olan seçdiyimiz, bizim kriteriyalara uyğun olan tədarükçü ilə məhsul istehsalına başlanılır ki, bu zamanda önəmli məsələlərdən biri bütün texnoloji proseslərə düzgün əməl olunması, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olan məhsulların o tələblərə uyğun olan etiketlənməsi və düzgün şəraitdə bütün gigiyenik tələblərə cavab verən şəkildə qida məhsullarının mərkəzi logistikaya, mərkəzi anbarımıza gətirilməsi, növbəti etapda bu məhsulların onlara giriş nəzarət mexanizmlərinin olması, bu zaman məhsulların qanunvericiliyin tələblərinə uyğun olaraq müşahidə edici sənədlərinin olması, bunlar xüsusi sertifikatlardır, baytarlıq sənədləridir, idxal sağlamlıq aktlarıdır, yerli müəssisədirsə mütləq onların fəaliyyətini təsdiq edən icazə sənədləridir. Hər partiya məhsulun laborator analiz cavablarını dövri olaraq biz tələb eləyirik. Ambara daxil olandan sonra başlayır növbəti etap, yəni mərkəzi logistika mərkəzində məhsulların düzgün temperatur və şəraitdə saxlanması, FIFO. Üzr istəyirəm, bəs burada hansısa bir uyğunsuzluq olsa, sənəd qaydasında olmasa, məhsul qaydasında olmasa, hansı tədbir görülür? Bir mənalı olaraq məhsul tədarükçüyə qaytarılır. Yəni heç bir bəli, uyğunsuz güzəştə məhsul ambara daxil olmur, mümkün deyil və növbəti etapda artıq məhsulların logistika mərkəzimizdə, mərkəzi ambarda mal qonşuluğu prinsiplərinə uyğun olaraq yerləşdirilməsi, saxlanması, temperatur rejimlərinə düzgün əməl olunması nəzarətimiz altındadır. Növbəti etapda artıq mərkəzi ambardan ticarət şəbəkələrimizə məhsulların qaydalara uyğun daşınması, burada da artıq FIFO və FIFO qaydalarına əməl olunması və ən müasir, xüsusilə tez xarab olan məhsulların soyuq zənciri qırmadan bütün vaxtında ticarət obyektlərimizə məhsulların vaxtında müştərilərə sağlam şəkildə çatdırılmasıdır. Gördüyünüz kimi sonra burada növbəti etap başlayır. Məhsulların mağazalarımıza, ticarət şəbəkələrimizə düzgün qəbulu, yerləşdirilməsi, sərgilənməsi və məhsulların istehlakçının süfrəsinə gedənə qədər sağlam şəkildə qorunması. Bu qədər mürəkkəb bir ekosistemdir. Ona görə mən söhbətimi başlayanda da dedim ki, bu bir nəzarət funksiyası deyil. Yəni bu artıq bir sistemli bir işdir və bunu tələb edir. Və bu böyük bir ekosistemdə sözsüz ki, risklər də var və xüsusilə də insan faktoru olan hər yerdə olduğu kimi risklər də var. Mən xahiş edəcəm biraz bizə bu barədə məlumat verəsiniz. Hansı risklər yaranır və qarşısını almaq üçün hansı profilaktiki tədbirlər görülür? Sözsüz ki, elə sadaladığım proseslərin özündə riskləri də sadalamış oldum. Yəni bizim üçün ən önəmli risklərdən biri, yenə də deyirəm, xüsusilə tez xarab olan məhsullarda soyuq zəncirin qorunmasıdır. Məhsulların satışına qədər onların temperatur rejimlərinə əməl olunmasıdır və eyni zamanda saxta məhsulların yararlılıq müddəti bitmiş məhsulların istehlakçıya getməməsi üçün lazımi tədbirlərdir. Bunları həyata keçiririk sistemli şəkildə, amma sözsüz ki, pərakəndə sektorda insan amili çoxdur və insan amilindən
asılı olan müəyyən məsələlər vardır ki, yəni bunları da təlimlər yolu ilə həll etməyə çalışırıq. Hər gün yüzlərlə əməkdaşımız məhz gigiyenik təlimlərə, eyni zamanda qida təhlükəsizliyi sahəsində qüvvədə olan qanunvericiliyi ilə bağlı müxtəlif təlimlərə cəlb olunur. Eyni zamanda bununla bağlı Qida Təhlükəsizliyi İnstitutu ilə də müxtəlif deməli keçirdiyi təlimlərdə əməkdaşlarımız mütəmadi olaraq iştirak eləyir ki, bunu da bu cür tənzimləməyə çalışırıq. Soyuq zəncir necə qorunur? Anbardan mağazayadək. Nəzərə alsaq ki, iri supermarketlər şəbəkələrinin xüsusilə regionlarda, ölkənin müxtəlif ərazilərində mağazalar yerləşir. Anbardan mağazaya qədər müəyyən bir məsafə var. O zənciri pozmadan, bu soyuq zənciri pozmadan məhsulun daşınması necə həyata keçirilir? Bizim logistika mərkəzimizdə qida məhsullarının daşınması üçün son tələblərə cavab verən, hətta ekoloji tələblərə cavab verən, yəni karbon emissiyasını belə azaldan xüsusi nəqliyyat vasitələrimiz var ki, gündəlik olaraq onların həm təmizlənməsi, dezinfeksiyası və gigiyenik normalara cavab verməsinə cavabdeh olan böyük bir komanda çalışır və bunları soyuq zənciri qırmadan məhsulları mağazalarımıza qədər hər birinə istəyir Azərbaycanın hansı regionunda olursa olsun çatdırmağa çalışırıq. Yəni burada böyük bir komanda və bir zəhmət var. Həmin nəqliyyat vasitələri yəqin ki, soyuducu, həm dondurucu, refrigeratorlarımız, həm də soyuducularımız, yəni var. Nəqliyyat vasitəsinin içərisində, bəli, ki, sağlam şəkildə bu məhsulları çatdırmağa çalışır və burada bir misal da gətirə bilərəm. Bilirsiniz ki, bütün ticarət şəbəkələrimizdə hər gün təzə meyvə-tərəvəz məhsulları ilə biz müştərilərimizi, istehlakçılarımızı təmin edirik və bu da bizə heç də asan başa gəlməyibdir. Burada da bir əziyyət, məşəqqət və illərin zəhməti var. Biz meyvə-tərəvəz tədarük zəncirini qurmağa nail olduq. Biz birbaşa bizim nəqliyyat vasitələrimiz fermerlərin sahələrinə gedir. Onların öz qapılarından o meyvə-tərəvəzi alır, soyuq zənciri qoruyaraq logistika mərkəzimizə gətirilir. Burada da meyvə-tərəvəzin keyfiyyətinə nəzarət edən böyük bir komandamız çalışır ki, onlar meyvələri, tərəvəzləri qəbul edərkən müxtəlif keyfiyyət göstəricilərinə, onların briksidir, ölçüsüdür, kalibridir, daşınması, paketlənməsi, hətta etiketlənməsinə qədər məsələlərə önəm verirlər. Onları qəbul etdikdən sonra düzgün şəkildə yerləşdirilməsi, böyük Məhəmməddə logistik mərkəzimizdə meyvə-tərəvəz anbarı var ki, yəni gündəlik orada 1000 tonlarla məhsulu qəbul etmək gücümüz var ki, edirik də və oradan artıq hər gün təzə və qida təhlükəsizliyi tələblərinə cavab verən keyfiyyətli meyvə-tərəvəz məhsulu bizim istehlakçılarımıza gündəlik olaraq çatdırılır. Bütün bu mexanizmin, sistemin, əməyin, zəhmətin arxasında bir məqsəd var ki, istehlakçıya, vətəndaşa, alıcıya, müştəriyə necə səsləniriksə artıq təhlükəsiz məhsul çatdıraq. Bir də söhbətimizin əvvəlində təhlükəsiz məhsuldan danışırıq. Biraz istəyirəm aydınlaşdıraq. Təhlükəli məhsul nədir, təhlükəsiz məhsul nədir, hansı meyarlarla bir-birindən fərqlənir? Təhlükəsiz məhsul insan həyat və sağlamlığına heç bir risk yaratmayan məhsuldur. Yəni biz o məhsulu alırıq, qidalanırıq və həyatımıza, sağlamlığımıza heç bir risk yoxdur. Təhlükəli məhsul isə əksinə, yəni insanın həyatına və sağlamlığına birbaşa risk yarada biləcək məhsuldur. Bu risklər də müxtəlif risklər olar. Bu həm mikrobioloji risk ola bilər, həm kimyəvi risk ola bilər, həm fiziki risk ola bilər, allergenlərlə bağlı risklər olar. Yəni bunların sayı müxtəlifdir. Maraqlı bir məsələdir Şəhla xanım, siz qeyd elədiniz, müəyyən istiqamətləri qida təhlükəsizliyi ilə bağlı həm qanunvericilikdə, həm beynəlxalq praktikada bu necə fərqləndirilir və dünyada, Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı mütəmadi yeni tendensiyalar ortaya çıxır və Azərbaycanda da son illər xüsusilə yeni qanunvericilik aktları qəbul olunur, yeni yanaşmalar tətbiq edilir, dünyada qəbul edilən yeniliklər ölkəmizdə tətbiq edilir. Bütün bunlar yeni tendensiyalar pərakəndə ticarət sektorunda qida təhlükəsizliyi anlayışına necə təsir eləyir? Biz necə uyğunlaşırıq bu yeniliklərə? 2018-ci ildən bu tərəfə artıq 7 ildən çoxdur ki, Azərbaycanın qida təhlükəsizliyi sektorunda önəmli və qlobal dəyişikliklər baş verdi. Bu nədən başladı? Ölkədə qida təhlükəsizliyi agentliyinin yaradılması, daha sonra onun əsasnaməsinin təsdiq edilməsi, eyni zamanda 2019-cu 25-ci illər üçün qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlət proqramı və bu proqramdan irəli gələn həm dövlət orqanları, həm də
özəl sektor, yəni qida sənayesində fəaliyyət göstərən müəssisələr üçün prioritet məsələlər və strateji məsələlər ortaya qoyuldu ki, yəni bundan da biz öz nəsibimizi aldıq. Sözsüz ki, özəl sektorunda üzərinə düşən burada böyük bir işlər var idi. Proqram tamamlandı. Artıq növbəti etapda 2026-cı 32-ci illər üçün yeni dövlət proqramının ictimai müzakirəsi də aparıldı. Biz də aktiv iştirak etdik. Eyni zamanda ən önəmli məsələlərdən biri qida təhlükəsizliyi haqqında qanunun qəbul olunması idi. Cənab Prezident 5 may 2022-ci ildə qanunu imzaladı və 1 yanvar 2023-cü ildən artıq 3 ildir ki, qanun qüvvədədir və bu qanun 9 fəsil 38 maddədən ibarətdir. Niyə bunu xüsusilə vurğulayıram? Çünki hər bir bəndin icrası ilə bağlı biz qida sektorunda çalışan təsərrüfat subyektləri, sahibkarların üzərinə çox böyük bir məsuliyyət düşdü. Bu ən çox da bu ağırlığı və məsuliyyəti biz pərakəndə sektorunda olanlar hiss elədik. Çünki bayaq da söhbətimin əvvəlində qeyd elədiyim kimi biz yüzlərlə tədarükçünün bir növ teplovoz, yəni aparıcı qüvvəsiyik. Bütün istehsal olunan məhsulların sonuncu ünvanı pərakəndədir. Yəni biz eyni zamanda bu qida təhlükəsizliyi haqqında qanunun tələblərindən irəli gələn məsələləri həyata keçirdikcə özümüzlə bir yerdə tərəfdaşlarımızı, tədarükçülərimizi və istehsalçılarımızı da təşviq etdik. Bu əslində çox böyük bir işlər idi. Ən önəmli məsələ burada qanunun 17-ci maddəsində etiketlənməyə dair tələbləri idi. Buna biraz keçid dövrü çox ağrılı və sancılı oldu. Çünki yeni tələblər var idi. Bundan öncəki qanunda öz əksini tapmayan və beynəlxalq təcrübəyə görə ora əlavə olunmuş tələblər var idi ki, siz təsəvvür eləyin, pərakəndə ticarətdə minlərlə çeşid məhsul var və bu minlərlə etiket deməkdir. Bu etiketin yenidən hamısının işlənməsi, qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, inanın ki, hələ də bu etap müəyyən segmentdə bəli davam edir. Bu asan deyil, yəni bu bir uzun bir mürəkkəb bir keçiddir. Qeyd elədiyiniz tarixdən qanunvericilik dəyişdi. Pərakəndə ticarət subyektləri bu qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə adaptasiya oldular və paralelində dəyişən bir şey də var və bu ən vacib şeylərdən biridir: istehlakçıların davranışları, istehlakçıların vərdişləri. İndi artıq daha şuurlu, daha analiz edən, daha savadlı, aldığı məhsulun nə olduğunu başa düşməyə çalışan bir istehlakçı profili formalaşıb. Bəs biz bu istehlakçı davranışlarını öz fəaliyyətimizin harasında necə hiss eləyirik, necə uyğunlaşırıq, necə adaptasiya olmağa çalışırıq dəyişən istehlakçı davranışlarına? Son illərdə bu sahədə ciddi transformasiya baş veribdir. Artıq bizim bugünkü müştərimiz və istehlakçımız illər öncəki istehlakçı deyil. O, siz qeyd etdiyiniz kimi daha həssasdır, daha savadlıdır. Çünki müxtəlif kanallar var, internetə, sosial şəbəkələrə çıxış rahatdır və heç bir uyğunsuzluq, heç bir məsələ örtülü qala bilmir. Yəni hər hansı bir uyğunsuzluq anında sosial şəbəkələrdə müzakirəyə çıxarılır və əslində biz pərakəndəçilər də ən düzgün addım odur. Yəni biz problemləri gizlətməyə çalışmırıq, onları idarə etməyə çalışırıq və ən düzgünü də budur. Sözsüz ki, dünyada baş verən müasir trendlər var. Biz də çalışırıq ki, bunlara uyğunlaşdıraq. Etiketin qanunvericiliyə tələblərinə uyğunlaşdırılmasından başqa orada QR kodların yerləşdirilməsi. Çünki indi hər bir müştərimizin əlində ağıllı telefonlar var. Həmin QR kodlar vasitəsilə bu sözsüz ki, qanunvericilikdə tələb deyil, amma biz yeni, yəni çağırışlara uyğunlaşaraq bunları yerləşdirmişik. Vitrinlərdə QR kodların yerləşdirilməsi, istənilən müştərimiz aldığı məhsul haqqında tam və dolğun informasiyanı almaq üçün onun mənşəyi barədə, rəfə gəlib çıxana qədər hansı yolu, hansı etapı keçdiyinə qədər bütün məlumatlarını əldə edə bilərlər. Bu qatqılardır, qoruyuculardır, müəyyən əlavələrdir. Bunların istifadəsi bəzən istehlakçılarda da biz görürük, məhsulun üzərinə oxuyur, hər hansı bir qoruyucu, hər hansı bir əlavə varsa artıq çəkinirlər həmin məhsulu almağa, fikirləşirlər ki, bu təhlükəlidir. Nə qədər doğru fikirdir bu? Bu məsələ ilə bağlı onu qeyd edim ki, 5 mart 2024-cü ildə Qida Təhlükəsizliyi Agentliyi qida əlavələrinə dair sanitariya norma və qaydalarını deməli qəbul etdi və konkret olaraq 203 səhifədən ibarət olan həmin sənəddə qida sənayesində qida məhsullarının istehsalı zamanı istifadə
istifadəsinə icazə verilən bütün qida əlavələrinin siyahısı özündə ehtiva edir və həmin sənəddə bayaq söz etdiyiniz qida əlavələri, yəni bunlar qida qoruyucuları adlandırılır. Onların bütün normaları, miqdarları normallaşdırır. Yəni xüsusi icazə verilən bir hədd var. O həddi aşdıqdan sonra həmin məhsul qida əlavələri təhlükəli sayılır. Yox, əgər qidada onlar normallaşdırılıbsa və icazə verilən həddədirsə, heç bir qida qoruyucusu və yaxud qida əlavəsi insan həyat və sağlamlığına təhlükə törədə bilməz. Yəni bu yanlış bir fikirdir. Eyni zamanda o ki qaldı qida rəngləyiciləri və qidanın dadını, ətrini yaxşılaşdırmaq üçün istifadə olunan əlavələrdir. Onların da təbii və sünisi vardır. Onlar sözsüz ki, yəni təbii qida rəngləyicilərinin və yaxud aromatlarının insan həyat sağlamlığına heç bir təhlükəsi yoxdur. Sintetik olanlar, laboratoriya şəraitində istehsal olunanların da miqdarı normallaşdırılırsa, onların da insan həyat sağlamlığı üçün heç bir təhlükəsi yoxdur. Pərakəndə ticarət şəbəkələrinin həm də dövlətin bu sahədə həyata keçirdiyi strategiyaya da çox böyük dəstəyi rolu var. Məsələn, xüsusilə ölkə başçısının sərəncamı ilə küçədə, yol kənarında antisanitar vəziyyətdə ət satışı, kəsimi, heyvan kəsimi qadağandır və artıq iri supermarketlər şəbəkəsi bu mədəniyyəti ölkəmizdə formalaşdırıblar. Hansı ki, supermarketlər şəbəkəsində satılan ətlər qanuni fəaliyyət göstərən kəsim məntəqəsində kəsilir, baytar tərəfindən yoxlanılır, laborator analizə cəlb edilir, soyuq zəncir prinsipinə əməl olunmaqla marketə gətirilir, çatdırılır və gigiyenik şəraitdə halallıqla kəsilir bir sözlə. Yəni insan sağlamlığı üçün təhlükəli olmayan məhsullardır. Yəni bu mədəniyyəti artıq iri supermarketlər şəbəkələri Azərbaycanda formalaşdırıblar. Bu məhsulların alıcıları da var. Düzdür, hələ də bəzi şəxslər fikirləşir ki, tanıdığı qəssabdan ət almaq daha uyğundur. Yəni amma iri supermarketlər şəbəkələrinin həm də bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə də bir dəstəyi var. Eyni zamanda təkcə məhsul satmır, həm də bir mədəniyyət formalaşdırırıq, belə deyək. Ara supermarketlərdə hər gün satılan təzə ətlər sözsüz ki, dövlət tərəfindən rəsmi qeydiyyatda olan, dövlətin baytarı fəaliyyət göstərən, eyni zamanda diri heyvanların sağlam təsərrüfatlardan gəlməsini təmin edən və kəsildikdən sonra da baytar ekspertizasından, sanitar ekspertizasından keçirilən, möhürlənən və müşahidə edici sənədləri, baytarlıq sənədləri ilə müşahidə edilən ətlər gəlir və gündəlik olaraq da həmin hər partiya ətin müşahidə edici sənədlərini də biz yerləşdiririk vitrinlərdə, yəni istehlakçılarımız bunu tələb eləyə bilər. Eyni zamanda artıq QR kodlarda yerləşdirmişik ət satış vitrinlərimizə, oradan da lazımi məlumatları oxuya bilərlər. Sözsüz ki, bu qanunsuz küçə kəsiminin qarşısını xeyli dərəcədə alıb və bu mədəniyyəti artıq formalaşdırıbdır. O ki qaldı tanıdığım qəssabdan aldığım ət daha təhlükəsizdir. Bu tamamilə yanlış bir fikirdir. Çünki heyvan və insanlar üçün ortaq olan müəyyən xəstəliklər var ki, o heyvanda vizual olaraq və yaxud da ilk baxışda özünü təzahür etməyə bilər. Məsələn, bruselyoz xəstəliyi mövcuddur ki, onun simptomatikası son illərdə dəyişibdir. Yəni əslində nə termometriyada özünü göstərir, tam heyvan sağlam görsənir, amma laborator şəraitdə analiz etdiyimiz zaman baxırıq ki, həmin ətlərdə bruselyoz aşkarlanır. Heç qəssab özü də bilmir ki, onun satdığı ətdə bruselyoz var. Bilməyə bilər bunu. Yəni ona görə hər zaman tanıdığım qəssabdan aldığım ət təhlükəsizdir deyə fikir çox yanlış bir fikirdir. Əslində bu çoxumuzun bəlkə bilmədiyi, amma təəssüf ki, reallıq olan bir məsələdir. Bəzən tanıdığımız qəssab belə bizə xəstə ət, istəmədən, bəli, xəstə heyvana məxsus ət sata bilər. Hansı ki, o sonra bizim sağlamlığımız üçün ciddi fəsad yarada bilər. Amma heç xəbərimiz də olmaz ki, bu bizim tanıdığımız, etibar elədiyimiz qəssabın istəmədən bizə satdığı təhlükəli ətdir. Ona görə mən istəyirəm istehlakçılara bir daha buradan səslənək ki, mütləq ət və ət məhsulları alanda diqqətli olsunlar. Ən azından onun müvafiq qurumlar tərəfindən verilən sənədlərini üzərindəki möhrü tələb etsinlər. Əlbəttə bu yalnız sənəd və möhür deyil, bu həm də istehlakçıya o zəmanəti verir ki, yəni arxayın olsun istehlakçı ki, bu ətlər hamısı professional baytarların nəzarətindən keçibdir, sağlamdır və ən azından gigiyenik norma və tələblərə cavab verən təmiz müəssisələrdə istehsal olunubdur ki, bu da özü də çox önəmli məsələdir. Çünki burada çarpaz çirklənmə, ikincili çirklənmə məsələləri də
çox önəmli əhəmiyyət Bəs daşıyır. müştəri istəsə ona mağazada bu sənədlər təqdim olunurmu və ya möhür göstərilirmi? İndi əgər ət satılmayıbsa, yəqin ki, möhür göstərmək mümkün olar. Əslində biz kəsimi həyata keçirdiyimiz məntəqələrdə tələb edirik ki, cəmdəyin hər 4 tərəfinə də vurulsun. Yəni və axıra qədər də bu möhürləri saxlamağa çalışırıq. Əlbəttə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunda da bu öz əksini tapıbdır. Hər bir istehlakçı aldığı məhsul haqqında tam dolğun informasiyanı əldə etmək hüququna malikdir və bizim də borcumuz satıcı olaraq o hüququn təmin edilməsidir. İstənilən ticarət şəbəkəmizdə ət satılan bölmələrdə yaxınlaşıb hər partiya aldığı ətin lazımi sənədlərini əldə edə bilərlər. Burada qanunvericiliyin tələblərinə əməl etməklə yanaşı, qida təhlükəsizliyi standartlarını qorumağa çalışmaqla yanaşı, Veysəloğlu Şirkətlər Qrupu ümumilikdə özü qida təhlükəsizliyinin təmin edilməsi məsələsində də ciddi töhfələr verən layihələr həyata keçirir və bunu niyə sizdən soruşuram? Həm də Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktorunun qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşavirsiz. Ona görə bu suala birbaşa siz cavab verə bilərsiniz ki, şirkətlər qrupu özü hansı təşəbbüsləri həyata keçirir? Ölkəmizdə həm qida təhlükəsizliyi mədəniyyətini formalaşdırmaq üçün, həm də insanları maarifləndirmək istiqamətində və mütəxəssis kadrlar yetişdirmək istiqamətində. Bəli. Əslində sadaladığınız Aziz xanım, hər 3 istiqamətdə də şirkətlər qrupumuz çox ciddi addımlar atıbdır və təhsilə də öz töhfəsini verir. Digər layihələrdə də bizim imzamız var. Elə onu qeyd edeyim ki, ölkənin bir çox aparıcı elm ocaqları ilə bu Azərbaycan Dövlət İqtisad Universitetidir, Bakı Dövlət Universitetidir, Mühəndislər Universitetidir və digər qida mühəndisliyi və qida təhlükəsizliyi üzrə kadrlar yetişdirən universitetlərdir, ixtisasları olan universitetlərdir ki, hər biri ilə memorandum bağlamışıq və bu sahədə ciddi töhfə veririk. Hal-hazırda fevral ayından, keçən aydan 3 universitetdən sadaladığım 18-ə yaxın tələbəmiz bu dəqiqə bizdə 3 aylıq istehsalat təcrübəsi keçir və bu təcrübənin sonunda artıq mən bir rəqəmlər də deyə bilərəm. Son 2 ildə 28 təcrübəçini daimi işlə təmin etmişik. Təcrübədən sonra onlardan artıq 5-i vəzifədə yüksəlişə gedibdi hətta. Yəni bu ənənəni də davam elətdiririk. Bir də çox önəmli bir platformalardan biri Milli Texnologiyalar platforması var ki, Türkiyə-Azərbaycan Universitetinin təşəbbüskarı olduğu bir platformadır. Burada da biz şirkətlər qrupu olaraq bu sahədə də çox ciddi töhfə verməkdəyik. Bu platformanın əsas mahiyyəti qida təhlükəsizliyi, qida mühəndisliyi sahəsində bazarın ehtiyaclarına uyğun kadrların yetişdirilməsidir və eyni zamanda bizim sənaye tərəfindən çıxış eləyərək bu gün bu sektorda hansı kadrlara daha çox ehtiyacımız varsa, akademik mühitdə həmin sillabusların, proqramların o tələblərə uyğunlaşdırılması, yeni çağırışlara, tələblərə uyğunlaşdırılmasında da ciddi dəstək verməkdəyik. O ki qaldı daxildə qida təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına, bu sahədə də gördüyümüz işlər var. Bilirsiniz ki, 2018-ci ildən bu tərəfə 7 iyun BMT tərəfindən qida təhlükəsizliyi günü kimi qeyd edilir və bu 7 il müddətində hər il BMT qida təhlükəsizliyi gününü müxtəlif şüarlarla qeyd edir. 2025-ci ildə bu şüar elm fəaliyyətdədir. Yəni sloqanı altında keçirilirdi. Biz də öz tədbirlər planımıza uyğun olaraq həm universitetlərlə, həm ictimai, yəni qeyri-hökumət təşkilatları ilə, assosiasiyalarla möhtəşəm bir layihəni icra etdik. Şirkətdə qida təhlükəsizliyi ayı elan etdik və bu ay çərçivəsində bir çox gözəl işlərə imza atdıq. 100-dən çox tələbənin bizim istehsalat sahələrimizə, logistika mərkəzimizə, eyni zamanda mərkəzi sınaq laboratoriyamıza qonaq səfərlərini təşkil etdik və burada tətbiq olunan beynəlxalq standartları, real təcrübəni hamısını öz gözləri ilə müşahidə edə bildilər, görə bildilər. Bu onlar üçün gözəl bir təcrübə oldu. Onu da qeyd edim ki, həqiqətən də qida təhlükəsizliyi şirkətlər qrupumuz üçün prioritet bir məsələdir. Bizim qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması strukturlarında 100-dən çox əməkdaşımız var. Həmin əməkdaşların universitetlər
şəhərlərdə fəaliyyət göstərən akademik laboratoriyaları ziyarətini təşkil etdik və akademik mühitdə nələrin baş verdiyi, orada aparılan təcrübələrin, elmi işlərin sənayeyə necə tətbiq olunması haqqında bir fikir mübadiləsi apardıq və burada da gözəl layihələr üzə çıxdı. Eyni zamanda Azərbaycanda öz sözünü demiş, qida sənayesində böyük assosiasiyalarla işbirliyinə başladıq və bu assosiasiyaların çox təcrübəli heyəti tərəfindən bizim əməkdaşlara, eyni zamanda tərəfdaşlarımızın nümayəndələrinə Global Gap, yəni ən yaxşı kənd təsərrüfatı təcrübələri və qida məhsullarının izlənmə sistemi ilə bağlı möhtəşəm təlimlər verildi ki, biz gələcək fəaliyyətimizdə də ondan bəhrələndik və tətbiq etdik. Bu yalnız bir ay ərzində, yəni kiçik bir hissəsidir. Hələ bu kiçik hissəsidir. Və bu bir kampaniya deyil. Bu bizim artıq daimi və daimi davam etdirəcəyimiz bir işdir. Əslində buna başlayanda məqsədimiz 30 minlik bir kollektivin hamısının qida təhlükəsizliyi nədir və bu digər dəyərlərimiz kimi qida təhlükəsizliyi mədəniyyətini də o dəyərə çevirmək, formalaşdırmaq və onu təbliğ etməkdən ibarət idi. Mən düşünürəm ki, buna da nail ola bildik və sonrakı illərdə də. Bu işlərdə uğurlar arzulayıram Şəhla xanım. Qısa suallar verəcəm və çox xahiş eləyəcəm ki, qısa cavabları səsləndirək. Təbii olan hər şey təhlükəsizdir, belə deyirlər. Tamamilə yanlış bir fikirdir. Yəni təbii olmaq o təhlükəsizlik parametri deyil. Hər bir təbii məhsul təhlükəsizdir deyə belə bir şey yoxdur. Adi bir saxlama şəraitini pozduqda onun mikrobioloji yükü arta bilər və təhlükəli bir məhsula çevirə bilər. Deyirlər ki, dondurulmuş məhsullar təzə məhsullardan daha keyfiyyətsizdir. Tamamilə yanlış bir fikirdir. Çünki düzgün şok dondurmadan keçən hər bir məhsul yararlılıq müddətinin sonuna qədər öz təhlükəsizliyini və keyfiyyətini saxlayır. Əgər texnoloji prosesə düzgün əməl etsək, yəni o təbii məhsuldan heç bir fərqi yoxdur. Bəs bahalı məhsul daha təhlükəsizdir və keyfiyyətlidir fikri? O fikirlə də razı deyiləm. Çünki qiymət təhlükəsizlik göstəricisi deyil. Yəni təhlükəsizlik sistem və nəzarətlə ölçülür, brend və qiymətlə yox. Bəs qida təhlükəsizliyi yalnız istehsalçınınmı məsuliyyətidir? Yəni nəsə məhsulla bağlı təhlükə olanda dərhal hamının yadına istehsalçı düşür və ya məhsulu aldığı obyekt. Yox, bu da yanlış bir fikirdir. Çünki qida təhlükəsizliyi bir komanda işidir və hər birimizin məsuliyyətidir. Burada böyük bir zəncir var və o zəncirin halqasında olan hər bir şəxs, yəni bu qida təhlükəsizliyinə cavabdehdir. Tərkibində qida əlavəçisi, rəyləndirici, qoruyucu olan məhsul təhlükəlidir. Bu fikirlə də tam razı deyiləm. Çünki biz bayaq da vurğuladıq. Əgər normallaşdırılırsa, yol verilən limitlər, hədlər aşılmırsa, onlar təhlükəli deyil. Təşəkkür edirəm, çox sağ olun. Miflərə də inanmaq olmaz, ekspertlərə qulaq asmaq lazımdır. Araz Talks'dan bu qədər. Növbəti podkastımızda hansı mövzunu müzakirə etməyimizi istəyirsinizsə, rəylərdə yazın, görüşəcəyik.